Və hər il yarışlarda iştirakçıların sayı artır. Biz inanırıq ki, biz hər il bunu keçirəcəyik. Bu gimnastika arasında və hər il bu tələbələrin sayı artacaq. Mən hamını təbrik edirəm, qalibləri də, iştirakçıları da təbrik edirəm və bütün tələbələrə təhsilində də, idmanda da uğurlar arzulayıram. Azərbaycan İdman Akademiyasının tərəfdaşlığı ilə Rektor Kuboku yarışları ikinci dəfədir ki, Milli Gimnastika Arenasında keçirilir. Akademiyanın birinci tədris ilində təhsil alan tələbələrdən 192-si yarışlarda öz qüvvəsini sınadı. Ümumilikdə düşünürəm ki, Rektor Kuboku tələbələrin idman bacarıqlarını nümayiş etdirməsinə, onların bu idman növünə marağının artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.